Miladi təqvimlə 10 yanvar 626-cı ildə Mədinədə Ali İbni Abu Talibin evində Hüseyin adlı bir uşaq doğuldu. Həyatı və ölümü ilə adeta qoca dünyanı ikiyə böldü və ardından belə bir sual buraxdı. Hüseyin bir ərəbinmi qəhrəmanı idi, yoxsa cəmi bəşərin? O, ərəb qəhrəmanı olmaq üçün olan sərhədləri çoxdan aşmışdı. O, qumlu səhralara, ensiz kitablara və məhdud beyinlərə sığmayacaq qədər böyük idi. Hüseyin, insanlığın alçaldılmış və yenidən dik tutulmuş şərəfidir. Hüseyni 1400 il əvvəl Kərbalada torpağa bastırılmış bir xatirə sananlar da var. Torpağa deyil, vicdanlara əkilmiş bir çiçək toxumu deyənlər də. Hüseyin torpağa deyil, vicdanlara əkildi. O bir insan deyil, əsrlərdir sönməyən əsalət cərəyanıdır. O, diz çöküb kölə kimi hər gün ölməkdənsə, ayaq üstə durub izzətli ölümü seçdi. Bu bir intihar deyildi. Bu, əsirlərə meydan oxuyan mənəvi bir partlayış idi. Onun hayqırtısı bugün də dünyanı lərzəyə gətirir. Əgər dininiz yoxdursa, heç olmasa ləyaqətiniz olsun. Eşidirsinizmi? O, ancaq mənə tabi olanlar demir. O, bütün bəşəriyyətin vicdanını silkələyir. Dünyaya elan edir ki, inancın nə olursa olsun, insan olaraq ləyaqətini qoru. Güclünün qarşısında əyilmək, haqsızlığa sükut etmək insanı canlı meyitə çevirir. Məhz bu sarsıdıcı həqiqətə görədir ki, nəhəng Hindistanı ayağa qaldıran Mahatma Gandhi mən azadlığı Hüseyindən öyrəndim deyirdi. Məhz buna görə xristiyan mütəfəkkirləri, qərb tarixçiləri onun fədakarlığı qarşısında diz çökürlər. Hüseyin bəşəriyyətə sübut etdi ki, bəzən fiziki cəhətdən məğlubiyyət ən böyük qələbədir. O öz ölümü ilə ölümün özünü qətlə yetirdi. Onun vuruşduğu şey Yezid adlı bir kölgə deyil, zülmün özüydü. İnsan ləyaqətini ayaqlar altına atan, mənəviyyatı qul bazarına çıxaran o qaranlıq sistemi idi. Zülmün isə irqi, milləti və pasportu olmur. Haqsızlıq hər dildə eyni dərəcədə qanaqladır. O gün Kərbəla qumlarında qurban verilən bədən, bəli, ərəb bədəni idi. Amma o bədəndən süzülən qan bütün bəşəriyyətin namus və şərəf qanı idi. Hüseyin coğrafiyanın sərhədlərini o qanla sildi. Bugün də Azərbaycan xalqının və dövlətinin Rus, Fars, Erməni və Qərb dövlətlərinin işğalçılıq siyasətinə qarşı mücadiləsi və dirənişi həmən əsalətdən gələn bir parçadır.